Bugün Əhl-i Beyt gizlin ağlayırdı Həzrət Fatiməyə. Əleyhissalam Zeynəbə tapşırdı, qızım səsdən ağlama. Alacaqdı, qız uşağı idi, anasını itirmişdi. Xanım Zeynəbə tapşırırdı ki, soruşsalar birdən ananın qəbri hardadır istəsə demə, qızım. Layiq deyildi elə dəfn olunsun Peyğəmbər qızı. Niyə gecə qaranlığında qəbrə gedir? Bu gecə o adamsız qərib məzlum Əli Fatiməni dəfn eləməyə aparır. Bir güclə cənazəni aldı uşaqların əlindən. Çıxardır, gedir bir də görür Zeynəbin ağlamaq səsi gəlir. Harada görünüb ki, gecə geçsinlər, gecə hamı evinə qayıdır, hara gedirsən ona? Aparır, dəfn eləyir 4 nəfərlə, 7 nəfərlə yazırlar. Qalıca yazır ki, gözündən sel kimi birdən-birə yaş axmağa başladı. Dərdini kimə desin bu məqamda? Üzün dolandırdı Peyğəmbərin qəbrinə. Salam olsun sənə ya Rəsulallah. Salam olsun sənə məndən və sənin sevdiyin qızından, gözünün nurundan. Mən heç nə deməyəcəm ya Rəsulallah, qızımdan xəbər al neynədilər. Salman deyir, gördüm ki, sözü var Fatiməyə. Yanındakı sahabələr dedim, çəkilin, xəlvət eləmək istəyir Fatimə ilə. Deyir, çəkildi, gördü, özünü saldı Fatimə Zəhranın qəbrinə. Buna Həzrət Əli deyir. Tək qalmışam, sevdiliyimin qəbrinin üstündəyəm. Fatimə, olmamışdı axı, mən səni çağıram, cavab verməyəsən. Necə cavab verəsən bir halda ki, torpaq altındasan? Deyir da, səndən sonra yaşamaqda xeyir qalmadı. Bir alim deyir ki, gözü İbn-i Mülcəm axtarırdı. Bir məddah deyirdi ki, Zeynəb balaca əllərini aparırdı, əlinin gözünün üstünə qoyurdu. Deyirdi, baxma o qapıya,